Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla soyuq dəymənin bir nömrəli dərmanı olan qarağat mürəbbəsinin hazırlama qaydası olacaq. Mürəbbəni hazırlamaq üçün meyvənin üzərində olan bu cür çıxıntı hissələri kəsib qopardıram. Bu hissələri qayçı yardımı ilə də kəsmək olar. Təmiz yuduğum meyvələrin çəkisi 1 kilo oldu. 1 kiloqram meyvəni bişirmək üçün ləyənin içərisinə 1 stəkan su, 1 kilo da şəkər əlavə edirəm. Ləyəni ocağın üzərinə yerləşdirdim. Qazın aşağı temperaturunda hərdən qarışdırıram. Şəkər tam əridikdə, şirə coşlaşıb qaynayan kimi üzərinə meyvəni əlavə edirəm. Qazın yüksək temperaturunda mürəbbəni bişirirəm. Hərdən çox ehtiyatla qarışdırıram. İlk öncə üzərinə çıxan kəfi yığmıram. Kəfi pişənə yaxın yığacam. Mürəbbə pişənə yaxın üzərindəki kəfi yığıram. Kəfi sonradan yığdıqda mürəbbənin rəngi qaralmır. Bu cür hər tərəfli qaynadıqda artıq hazırdır. Ocaqdan götürmək olar. Bişməsinə əmin olmaq üçün boşqaba əlavə edib 1-2 dəqiqə kənarda soyudun. Sonra barmağın ucunda bu cür yoxlaya bilərsiniz. Əgər şirə birləşmirsə artıq hazırdır. Ocağı söndürdükdən sonra ləyəni sirkələyərək üzərindəki kəfi yığıram. Kəfi tam yığdıqdan sonra isti mürəbbəni bankalara yığacam. Qeyd edim ki, əvvəlcə bu cür duru görünə bilər. Ancaq qarağat mürəbbəsi soyuduqdan sonra tam qatılaşır. Görürsünüz, görünüşü mükəmməldir. Rəngi qaralmayıb, dadına söz ola bilməz. Həqiqətən də mükəmməl bir mürəbbə alınıb. Qeyd edim ki, bu cür qarağat mürəbbəsi soyuq dəymək üçün çox faydalıdır. Qızdırmanı anında salır. Qarağatdan həm də ki, soyuq mürəbbə hazırlamaq olur. Hər kəsə bu üsulu mütləq sınamağı tövsiyə edirəm. Videolarımızın davamlı olması üçün kanala abunə olmağı, videoları izləyərkən bəyənməyi unutmayın.